Qarabağın Dəmir Leydisi. Həmidə xanım Cavanşir 1873-cü ildə Şuşanın Kəhrezli kəndində anadan olmuşdu. Onun atası Əhməd bəy Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəticəsi idi. Görkəmli ziyalı, tarixçi olan Əhməd bəy övladlarının, xüsusilə də qızının mükəmməl təhsil almasına çalışırdı. O deyirdi: "Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin." Həmidə xanım atasının sayəsində hələ uşaq yaşlarından rus dilini öyrənmiş, yüksək intellektə, geniş dünya görüşünə sahib olmuşdu. Həmidə xanım xeyriyyəçilik fəaliyyəti ilə yaddaşlarda əbədi qalıb. O, Tiflis müsəlman qadınlarının xeyriyyə cəmiyyətinin yaradıcılarından olub. Həmidə xanım xeyriyyəçiliyi ilə bütün Qarabağda məşhur olmuşdu. Ona kömək üçün pənah gətirən insanların əlindən tutar, xəstələri müalicə edər, kimsəsizlərə yeyə durardı. O, Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir öz varidatını el obasının yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda özü şəxsən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq sağalmalarını təmin edib. Həmvətənlərinin təhsildən kənarda qalması onu daim narahat edirdi. O, Azərbaycanda təhsilin inkişafı üçün əlindən gələni etmişdi. Bir çox gəncin təhsil haqqını ödəmişdi. 1912-ci ildə isə Kəhrezlidə öz vəsaiti hesabına məktəb açdırmış və özü də burada dərs demişdi. Həmidə xanım qadınların savadlanması üçün xüsusi səy göstərmişdi. O, 1955-ci ildə 82 yaşında vəfat etmişdi.